Verilişin baş sponsoru Hacı Ceylon çayları. Həyat anlardan ibarətdir, anlar xatirələrimizdir, xatirələr isə bizi var edəndir. Və biz bu anları, bu xatirələri hər zaman gözümüzə hopdururuq, hər zaman gözümüzdən ürəyimizə hopdururuq və onu yadda qalan edirik, silinməz edirik. Bunu isə əlbəttə ki, fotolar edir və biz əbəs yerə fotolardan danışmırıq, çünki bugün bizim Xəzərin sahilində bizim Azərbaycan sevdalısı olan gözəl bir insan qonaqdır və Xəzərin sahilindən sizi salamlayırıq. Reza Deqati bugün Xəzərin sahilində bizə qonaq gəlib və biz də sizə ötürürük Reza Deqatinin o gözəl enerjisini. Xoş gəlmisiniz. Sağ olasınız dəvətinizə görə. Sağ olun. Necəsiz Reza bəy? Çox yaxşı, burada həmişə yaxşı. Reza bəy, Bakıya gələr-gəlməz bir Xəzərin sahilində gəzirsinizmi? Xəzərin sahilindən aldığınız o enerjini necə özünüzə hiss etdirirsiniz? Bütün dünyanı gəzmiş insansınız və çox dənizlər görmüsünüz, çox məkanlar görmüsünüz. Amma Xəzərin ondan fərqi nədir? Birinci odur ki, mən su yaxınlığında olmağını çox xoşlaram. Nə qədər olsa, hər yerdə imkanım olsa, elə həmişə suya baxmaq, suyu görmək işıqlıqdır, insanın saflıq gətirir, insanın ürəyini düzəldirir. Amma Xəzər başqa bizə, təbii ki, bizi Xəzər həyatın əvvəlidir mənə. Xəzər anadır, atadır, kökdür bizim hamımıza və tarixdir. Hamısı, bunlar hamısı şahiddir. Hamısı deyən kimi yada gəlir. İnsanın birinci dəfə, hər dəfə mən Xəzərdə gəzəndə hər gün elə o birinci dəfə uşaqlıq vaxtında ki, ata-ana ilə o tayda Xəzərin yanına getmişdik və mən dərnizi gördüm birinci dəfə. Elə bil ki, elə həman saatidir, həman o vaxtidir görülən. Və çox maraqlıdır ki, Fransa dilində dənizlə ananın sözü birdir. Bir kələmə həm ana deyə bilərsən, həm də dəniz. Hansı sözdür o? La mer. Ləmək həm ana deməkdir, həm dəniz deməkdir. Nə maraqlı. Niyə kövrəldiniz? Ana deyəndə adam belə olur. Bəli, dəniz həm anadır, həm atadır, həm kökdür, həm tarixdir bizə. Belə. Reza bəy, elə gələk sizi daha yaxından, daha ruhən tanımağa. Reza Deqati Azərbaycan sevdalısıdır və hər zaman Azərbaycandadır. Azərbaycanın ağrı, acısını, Azərbaycanın göz yaşlarını öz köksünə sığdırandır və həm də bir ana sevdalısıdır. Necə xatırlayırsınız ananızı Reza bəy? Onun mahnılarını uşaqlıqdan elə demək olar Azərbaycanın eşqini ürəyimizə qoyan, onun hər gün yuxudan durandan və elə hər iş görərdi, mahnı oxuyardı. Və o mahnılar onu bizə elə bir ki, uşaqlığımızı laylay kimi idi bizə həmişə bu mahnılar. Azərbaycan dilinə. Demək olar ki, nə qədər Azərbaycan eşqi vardı məndə, elə anadandır, atadandır, onlardandır. Yəni, Təbrizdə anadan olmuşam, amma kökümüz ata-ana Ərdəbildəndirlər. İldə də biz elə vaxt olardı, 2-3 ay Ərdəbilə gedərdik, orada başqa qoyumları, xalaları, uşaqların zadını hamısını görərdik. Və hər dəfə gedərdik, əvvəl atam bizi aparardı Şeyx Səfiyyəddinin məzarına.
və belə deyərdi ki, bu bizim nəslimizin ulu babasıdır bizim. Və uşaq idim mən, bilməzdim bu demək nədir, biz onun nəslindən ya, dəyirik ya. Amma atam həmişə belə deyərdi ki, gedək birinci Ərdəbilə gələndə gedək bu Şeyx Səfiyyəddini onun görməyinə. Mənə də çox memarlığa mən demək olar elə marağım oradan gəlirdi. Onun binasını görmək uşaq. Saatlarla oturardı orada atam. Bilmərdim də nə edirik. Biz də uşaq gedərdik, çıxardıq. O yana bu yana bu Şeyx Səfiyyəddinin məzarının ətrafında və o vaxtdan da mən elə bu əski memarlığa çox vurulmuşam. İndi də bura gələndə bilirsiniz, mən İçəri şəhərə yaşayıram. Yəni elə birinci dəfə Bakıya gələndən, birinci gündən mən İçəri şəhərdə olmuşam. Özümü İçəri şəhərli bilirəm. Doğrudan belə. Yəni. Rza bəy, ananızın, atanızın xatirələrindən bu gün də yaşayan insan, belə insanlar hər zaman çox kamil insanlar olur. Belə insanlar keçmişinə sadiq insanlar olur və belə insanlar yaradıcılığında da mükəmməl olur. Siz Təbrizdə böyüdünüz, deyilmi? Orada böyüdünüz, orada boya başa çatdınız. Sizi daha yaxından tanıyaq. Orada məktəbə getdiniz və bax o körpə Rza Deqati o vaxtın xəyalları ilə göz önündə həyatını xəyal edən Rza Deqati və bu yaşındakı Rza Deqatinin nə sual verərdi körpə Rza Deqati bax bugünkü Rza Deqatiyə? Əslində belə deyərdi ki, o çatdın mı? Hə. Kiçik vaxtımdan həmişə belə bir hal var idi məndə. Elə bir ki, ürəyimin içindən belə bir mövzat qaynayardı həmişə. Hələ də o cürdür. Hələ də o cürdür, ürəyimdən belə bir qaynar kimi həmişə bir mövzudur vardı. O da iki mövzu var idi ki, mən onu görəndə çox bu qaynar olardı ürəyim belə, ürəyim vurardı. Biri bir gözəllik görəndə, bir mövzu ola bilərdi, bir gül olsun, ola bilərdi bulut olsun, ola bilərdi bir insan olsun. Ola bilərdi bir şeir eşidəydim, bilirsiniz. Çox ürəyimi belə titrədərdi. Eyni vaxtda da yadımdadır, məsələn, biz o küçədə ki var idik, neçə ailə vardılar, bunlar çox yoxsuz idiler. Uşaqlarının hətta biri var idi, ayaqqabısı yox idi. Onu da görəndə ürəyim eyni o cür patlayardı. Bu iki mövzunu görəndə. Mərhəmət və gözəllik. Yəni mərhəmət və gözəllik sizin yaradıcılığınızın qayəsidir. Elə onu mən o qədər bu mən içərimdən qaynayardı. Yadımda 5-6 yaşında, 7 yaşında bu cür olanda mən gedib hər kəsi görürdüm. Ana, qonşular, dostlar, hər kəs gəlirdi ki, gəlin görün bu bulut nə gözəldir. Hamı da baxırdı, balaca uşaq. Bu yaxşıdır, bulutdur da. Belə adam deyirdi, bulutdur da. Deyim, yox, gör nə gözəldir. Bu gül görün nə gözəldir. Amma bilmirdim ki, o adamlar başqa dünyadadılar. Onlar fikirləri başqa yerdədir. Ya deyərdim, baxın görün bu uşaq niyə ayaqqabısı yoxdur. Bu adam niyə belə bu cür paltarı cırıqdır, belə bu. Oldu da nə olacaqdı? Gedərdilər və o vaxtdan mən öz belə fikrəmə gəlirdi ki, mən bəlkə sözünə mövzunu deyə bilmirəm. Anlamırlar. Hə, mən bəlkə başqa bir yol tapım. Bu ürəyimdə nə vardı çıxardım. Və bir zaman oldu ki, birdən dedim, bəlkə mən şəkli ilə deyə bilirəm. Yaxşı, bəlkə sözünə deyə bilmirəm. Amma bir başqa bir vaxt oldu ki,
Çox istədim sözlə bunu demək olam. Bizim evdə həftədə neçə gün nahardan sonra atamın dostları gələrdi, bir yerdə yığışardılar, bir otaqda söhbət eləməyə, çay içməyə. Mən də çay aparardım. Yəni böyük oğlan idim, mən evin böyük oğlu idim. Məndən bir kiçik qardaşım vardı, 2 yaş məndən kiçik və 2 dənə də bacım vardı. Onlar məndən biri 10 yaş, biri də 4 yaş məndən böyükdülər, 3 yaş. Ona görə mən evin oğlu idim, mən çay aparardım. Onların biri sonra mən bildim, o vaxt kiçik idim, bilmirdim ki, rəhmətli Şəhriyar şair idi. Və o dostudur, gələrdi həftədə 2-3 dəfə bizim atamızın evdə. Mən də çay aparardım və bu adamın sözləri mənə çox belə danışmağı, sözləri və həmişə də yanında balaca bir qələm olardı, belə kiçik paketin içində. Birdən başlayardı orada yazmaq. Yazandan sonra hamıya oxuyardı. Hamı da deyər, nə gözəl, nə gözəl. Mən bilmirdim ki, bu həman şeir yazır. Şəhriyardır həm də. Şəhriyar şeir yazır. Sonra 2 ildən sonra bildim ki, bu elə Şəhriyardır, şeirdir. Və o da çox məni həmişə çağırardı, söz deyərdi. Mən ona deyərdim, gözəl bulut, deyərdi, nə gözəl. Birdən görərdi, bulutun haqqında mənə bir şeir kimi öz şeirlərindən deyərdi, nə gözəl belədir. Ona görə mən əvvəllərində elə istəyərdim ki, sözlə eləyəm. Ta gördüm ki, yox, sözlə mən yazı ilə deyə bilmirəm. O belə şəkilə gəldim. İndi də baxın, mən birinci fotomu 13 yaşında çəkmişəm. İndi 73 oldu. 60 ildir bundan əvvəl mən başladım fotonu öyrənməyə, birincini çəkməyə. Nə elirdim? Dünya gözəlliyini və o mərhəmət ki, siz deyirsiniz, onu göstərməyə. 60 ildən sonra baxıram işlərimə, eyni işi mən görürəm. Gözəlliyi çəkirəm və dünyanın demək olar acılığını, o yoxsuzluğunu, qaçqınları, onları çəkirəm. Yəni, uşaq elə o vaxtdan bu fikrindəyik ki, dünyaya bunu göstərsin. Orada gedib Təbrizdə adamları bir məhəllədə deyərdi, buna bax, gör nə gözəldir. İndi həman işi foto ilə milyonlar adama göstərir. Gör nə gözəldir. Bu tarix, bu bina, bu məmləkət, gör nə. Ya gəlin baxın, görün burada nə acılıq vardı. Gəlin baxın, görün burada niyə bu insan belə yaralıdır. Bu eyni mövzudur mənim. Çay gələndən çay içirsiniz, necədir? Çay nədir, say nədir? Mən həmişə çayla elə, həmişə. Bax, bu çay Hacı Seylon çaylarıdır. Bizim tərəfdaşımızdır, bizim sponsorumuzdur. Bu dəqiqələri bizə bəxş eləyəndir. Nuş olsun deyirik sizə. Onda deyim biraz, adı nədir dediniz? Hacı Seylon çaylarıdır. Hacı Seylon, çox yaxşı. Nə gözəl, nuş olsun. Çay nədir, say nədir deyərəm, həmişə çayla. Qısa bir aradan sonra yenidən buradayıq. Bizim çox dəyərli Azərbaycan sevdalısı, fotoqraf Reza Deqati bizimlədir və Azərbaycana gələr-gəlməz eşidən kimi həmən Reza bəy Xəzərin sahilinə dəvət elədim və burada çox həssas, kövrək, gözəl bir söhbətimiz davam edir. Kanalı dəyişməyin, qısa aradan sonra buradayıq. Verilişin baş sponsoru Hacı Seylon çayları. Verilişin baş sponsoru Hacı Seylon çayları. Müəllimlərin cibində 3 dənə qələm olurdu, belə yoğun qələm. Çağırırlar bizi, qoyurdular barmaqlarımın arasına, sıxırdılar. Sizin bax bu kövrək hissləriniz, sizin bu yaşantılarınız əbəs yerə deyil. Qaçqın insanların, onların fəqət səslərini dünyaya çatdırmaq olubdur mənim, siz deyən kimi, missiya.
Reklamlarımız bitdi əziz tamaşaçılarımız. Xəzərin sahilindən bir daha sizi salamlayıram və Xəzərin sahilində çox maraqlı bir qonağımız var. Azərbaycan sevdalısıdır. Azərbaycanın sevincini, ağrısını, acısını öz damarlarında daşıyan və hər zaman Azərbaycan yanında olan dəyərli bizim Reza Deqati bizimlədir. Tədbirlərdə tez-tez görürdüm, fotolarını görürdüm və hər dəfə onunla üzbəsürət bir Xəzərin sahilində ruhunu bərabər paylaşmağı, bərabər bölüşməyi arzu edirdim. Şükür bugünə və Reza bəy bugün bizimlədir və çox kövrək, çox həssas, çox yaradıcı, çox mükəmməl bir ruhu var. Çay da sevir bu arada. Bizim də çayımız Hacı Seylon çaylarıdır. Biz çay içə-içə Reza bəylə olmuşlardan, keçmişlərdən danışırıq. Reza bəy hər dəfə Azərbaycan televiziyalarına dəvət edirlər, xüsusi bir mövzularla bağlı. Bu dəfə dedim, Reza bəy, bu dəfə mövzu sizin özünüzsünüz. Və o da gəlmiş, keçmiş bütün həyat yolunun detallarını bizimlə bölüşdü. Var olsun. Reza bəy, gəlirik o məqama ki, sizə bəli, təpkilər göstərilir, sizə o dövrlərdə çəkdiklərinizə görə sizə müəyyən mənada cəzalar verilir və bundan normalda bir insan çəkinməli idi. Normalda bir insan bundan narahat olmalı idi. Amma siz daha da cəsarətləndiniz və daha da sanki etmək istədiklərinizi daha şövqlə etməyə başladınız. Hətta bu sizin ana-baba ocağınızdan ayrı düşməyə də səbəb oldu. Birinci bu cür deyirsiniz, çətinliyi ya işgəncə demək olar da. Lap birincisini mən elə 6-7 yaşından yadımdadır. Hətta? Nə olmuşdu onda? Birinci gün ki, məktəbə getdik biz Təbrizdə. Bizə dedilər ki, bundan bu yana siz fars dilində danışacaqsınız. Biz də evdə bir az radioda eşidərdik fars dilini, amma Azərbaycan danışardıq, küçədə uşaqlarla oynayardıq, hamı ilə, yəni biz ana dili Azərbaycandır. Birdən məktəbdə dedilər ki, bugündən o tərəfə siz fəqət burada fars danışacaqsınız, fars kitab olacaqdır və haqq yoxdur ki, bir-birinizdən, hətta uşaqlar arasında da Azərbaycan dili danışır. Biz də bacarmırıq axı fars dilini. Çətinliklə bir söz deyirik, bilmirik nə cürdür. Bu suya nə deyərlər, belə çörək nədir? Bunlar hamısı da belə dəftər, qələm, bunlar hamısı. Sonra müəllim birdən görəndə ki, biz Azərbaycanlı danışırdıq, müəllimlərin cibində 3 dənə qələm olurdu. Belə yoğun qələm. Çağırırlar bizi, qoyurdular barmaqlarımın arasına, sıxırdılar. Balaca o uşaq əli 6-7 yaşında, hələ də mənim yadımdadır, qışqırardıq ki, o vaxtlarda adam bu cür vaxtlarda elə ana dili ilə qışqırardı, lap bətər sıxardı ki, mən dedim ki, sən fars danış Azərbaycan. Yəni, birinci işgəncə oradan başladı mənə. Ana dilimin haqq sözü demək üçün, yəni ana dili ilə. O vaxtdan belə, yəni deyirəm də, 100 neçə məmləkətdən, neçə dənə müharibədən olandan sonra, hər müharibədə olar ki, o müharibədə olublar, bilirlər nə qədər çətindir, nə qədər orada çətinliklə adam yaşayır, hər gün, hər saati adam elə bilir ki, axır günüdür, axır saatidir. Həmişə belə. Reza bəy, Fransaya köçmək qərarı artıq o rejimdə təbii ki, yaşamaq mümkün deyildi və insan öz sözünü deməkdən ötürü, insan bir yaşam mücadiləsi aparır. İnsan, yəni sonuçta bir insandır və həm də ki, onun bir missiyası var və o bu dünyaya haqq sözünü çatdırmaq üçün gəlib. Görün, nə qədər siz qovğalardan, nə qədər siz ölüm itimlərdən çıxmısınız, amma bugün də o möcüzəvi şəkildə, bugün də o vəziyyətlərdən sağ çıxdığınıza özünüz də təəccüblənirsiniz. Demək ki, Tanrının seçilmişləri olan insanlar bir missiya üçün bu dünyaya gəlir və o missiyasını həyata keçirmək üçün Allah onu sağ saxlayır.
ki o bu işləri görsün. Bax, yenə də gözləriniz dolur, yenə də kövrəlirsiniz və sizin bax bu kövrək hissləriniz, sizin bu yaşantılarınız əbəs yerə deyil. Çünki dediyim kimi Tanrının seçilmişi olmaq, Tanrı öz, bizdə bir söz var ya, deyirlər ki, Allah səni qanadında saxlasın. Bilmirəm, siz elə bir ifadə istifadə edirsiniz yoxsa yox. Allah sizə həmişə qanadında saxlayıb və öz mələklərini göndərib sizin üçün. Fransaya köçmək qərarı və Fransada fəaliyyət göstərmək qərarı. Bax, bu da əslində deyərdim ki, çox yerində verilmiş və doğru qərar idi. Amma burada da dinc qalmadınız, burada da sizi dinc qoymadılar. Burada da neçə tutulan gənclərdən biri oldunuz. Burada da yəni elə hey, bax o sözü demək üçün, orada niyə sizə incidirdilər? Orada niyə sizə təpki göstərirdilər? Hələ də vardı mənə bu mövzu. Məsələ deyirəm həmişə haqq sözü deməkdadır. Və ondan sonra mən belə gördüm ki, dünyada ən yüksək incəsənət fotoqraf olacaqdı. Mən belə fikrim oldu da həmişə ki, dünyanın bütün sözlərini, bütün yeni tarixi fotoqrafla yazılacaqdı və bir zaman olacaqdı ki, insanlar fəqət elə hər gün fotoya baxsınlar. İndi o zamandır. Bunu mən 40-50 il bundan əvvəl belə başıma gəlmişdi və ona görə də mən məcbur oldum İrandan çıxam, Fransaya gedəm. Fransada da indi baxanda birinci odur ki, demək olar, bütün qərb ölkələrinin incəsənət mərkəzi Fransadır və orada Fransavilər incəsənət insanlarına çox belə qiymət verirlər. Çox verirlər. Yəni o cür məmləkət mən görməmişəm ki, incəsənət adamlarını özlərindən də yuxarı qalxızsınlar. Amma başqa bir mövzu oldu. Bu Fransada indi 800 mindən çox ermənilər də vardı. Və mən bu haqq sözü ki, kimin sözü idi haqq sözü? Qarabağ məsələsi, Xocalı məsələsi. Bunu ki, başladım göstərməyə. Dünyada başladılar bunlar mənim əleyhimə təzyiq qoymaq. Və 30 ildir, indi deyirəm də Qarabağ müharibə də qutardı, torpaqlar da azad oldu. Amma mənəm orada informasiya müharibəsi aparıram mən. İndi lap çox çətin olubdu. Çox lap, hətta əvvəldən də çətin olubdu indi. Çünki bunlar məğlub olmağına görə barışmırlar. Çox bətər təzyiq edirlər. Amma yenə də deyirəm, elə həman o həbsi, törməni görmək, işgəncə görmək haqq sözün üstündə. Eyni təzyiqi də mən indi Fransada görürəm. Yenə də haqq sözü deyirəm. Ondan başqa da Afrikada, bütün başqa yerlərdə nə qədər özünüz bilirsiniz, mən 100 məmləkətdən 115 məmləkətdə olmuşam. Nə qədər müharibələr görmüşəm, nə qədər bu qaçqın insanların, onların fəqət səslərini dünyaya çatdırmaq olubdur mənim siz deyən kimi missiya. Bəlkə 100 dəfədən çox elə vaxt olubdur ki, mən gözümü yummuşam, partlayış olubdur, atışıq olubdur, bir güllə buradan gedib, biri oradan, birini vurub papağımı aparıbdır. Yenə də gözümü açmışam, görmüşəm ki, hələ buradayam, hələ varam, elə vaxt olubdur ki, yanımdakı adamlar yaralanıblar, ölüblər. Çox bu cür şəraitdə olmuşam, görmüşəm. Amma heç vaxt bunlar məni qorxutmayıbdır. Yəni o qorxu ki, deyərlər ki, qorxub belə, mən heç hətta bilmirəm ki, qorxu nədir? Bu cür şəraitdə, bu cür yerlərdə.
aparatı salıram, rahat elə bir ki, Şanzəlizədə qədəm vururam belə. Oradan buradan da vururlar, mən də gedirəm, çəkirəm belə. Allah saxlayanda saxlayır. İnamınız var. Çaydan içək Rıza bəy. Artıq biz oradan işarə edirlər ki, reklamların zamanıdır. Sizlə söhbət necə gəlir, keçir, heç biz bilmirik. Bax, belə tez uçur zaman. Və hər dəfə bir daha şahid oluruq ki, qəlbini, ruhunu ədalətə, haqqa bağlayan insanın hər zaman qoruyucusu mələklər olur. Ona görə də sizin o fotoaparat çiyninizdə haqqa, ədalətə güvənmisiniz ki, o sizin səngəriniz olubdur. Bəlkə o adamlar ki, mən onların haqq sözünü çatdırıram, mən elə bilirəm ki, onlar da məni qoruyurlar. Çünki mən başqa məmləkətlərdə görürəm, insanlar gəlib mənə görəndə, çox sağ olun, bizim sözümüzü dünyaya çatdırdınız. Bu söz mənə o qədər qiymət verir. O zaman ki, görürsünüz bir yaşlı qadın Şuşanın indi küçələrində gəzəndə gəlir deyir ki, ay sağ olasınız, bizim o çətin vaxtında sözümüzü dünyaya çatdırdınız, siz oldunuz. Bu mənə dünyanın ən böyük mükafatıdır, nə deyərlər, caizələrindən, mükafatından yaxşıdır. Bəli. Var olasınız Rıza bəy. Əziz tamaşaçılarımız, qısa aradan sonra buradayıq və bizim içdiyimiz çay Hacı Seylon çaylarıdır. O da bizim əhval-ruhiyyəmizə təsir edir, ha? Qısa aradan sonra buradayıq. Yenə də elə Hacı Seylon çayıdır. Bəli. Biz Hacı Seylon çayları içirik. Laf yaxşı. Mən də ondan içəcəm. Reklamların zamanıdır və biz içdiyimiz çaydan danışırıq. Çünki biz bilirik ki, çay bizim sevdiyimiz və hər zaman vaz keçilməz olan ən gözəl içki növümüzdür. Biz ən gözəl el şənliklərində də, qonaqlıqlarda da, dostlarla görüşdə də çay süfrəsinə onları dəvət edirik. Çünki bilirik ki, çay bizim əhval-ruhiyyəmizə çox gözəl təsir eləyir. Ona görə ki, çayın tərkibində 300-dən çox kimyəvi birləşmə var ki, bu da insan orqanizminə çox faydalıdır. Və bizim içdiyimiz çay Hacı Seylon çaylarıdır. Niyə Hacı Seylon çayları? Çünki biz onun keyfiyyətinə əminik. Şri-Lanka torpaqlarına yetişdirilən kolların pöhrələrindən hazırlanır və Şri-Lanka hökuməti keyfiyyətinə əmin olmadığı heç bir məhsula bu keyfiyyət nişanının vurulmasına icazə vermir ki, Hacı Seylon çaylarında bu var. Bəs bu çayı hardan seçib ala bilərik deyə sual etsəniz, biz sizə heç düşünmədən deyərik, Hacı Seylon çayları Tayga Store supermarketlər şəbəkəsində satılır və eyni zamanda digər marketlər şəbəkəsində də əldə edə bilərsiniz. Və siz marketə daxil olursunuz, orada müxtəlif növ qablaşmalar görürsünüz və o qablaşmalardan öz arzunuza, istəyinizə uyğun seçib, alıb, dəmləyib içə bilərsiniz. Daha ətraflı məlumat vermək istəyirəm. Yaşıl rəngli qablaşmada olan Pekoya çeşidi xırda yarpaqlı ətirli qara çaydır. Qırmızı rəngli qablaşmada olan Opa çeşidi iri yarpaqlı sadə qara çaydır. Göy qablaşmada olan Oral Grey çeşidi isə xırda yarpaqlı ətirli qara çaydır. Ağ qablaşmada olan Green çeşidi isə xanımların sevdiyi yaşıl çaydır. Yox, əgər tələsirsinizsə, çay dəmləməyə vaxtınız yoxdursa, paket çaylar da sizin üçün hazırlanıb. Ağ qablaşmada olan paket çay yaşıl çaydır. Qara qablaşmada olan paket çay isə qara çaydır. Daha ətraflı məlumat əldə etmək istəsəniz, bu QR koda daxil ola bilərsiniz. Bizim içdiyimiz Hacı Seylon çayları bizim üçün çox gözəl əhval-ruhiyyə verir və faydalı olduğuna əminik. Ümid edirik ki, bu sizdə də belə olacaq. Çünki Hacı Seylon çayları imtina edilməyəcək təklifdir. Verilişin baş sponsoru Hacı Seylon çayları. Verilişin baş sponsoru Hacı Seylon çayları. Nə qədər gözəl bir missiyadır. Yəni, itkin düşənlər məhz bu şəkillər vasitəsilə bir-birini tapıb. Bir dənə foto sərgisi ilə 3500 uşağı adam ata-analarına çatdıranda nə qədər insana
ürək verir, Fərəh nə verir, qədər bəli. fərəh verir. Övladlarınızdan sizin işinizi davam etdirən olubmu? Varmı? Reklamlarımız bitdi əziz tamaşaçılarımız. Yenidən sizi salamlayıram. Yenicə qoşulan bütün tamaşaçılarımıza gözəl günlər arzu edirik. Və mən burada bizim çox dəyərli Azərbaycan sevdalısı və Azərbaycan həqiqətlərini dünyaya car çəkən carçı, haqq ədalət carçısı və çox kövrək bir insan və çox böyük bir insan Rza Deqatini bura dəvət etmişəm və Rza bəy öz ruhundan bizim ruhumuza pay verir və biz də sizə Xəzərin sahilindən gözəl enerji göndəririk. Rza bəy, qaldığımız yerdən davam eləyək. Deməli, bəşəriyyətə xidmət edə bilmək missiyası həqiqətən çox müqəddəsdir. Çünki sən sülh carçısısan, sən dünyanı hər hansı bir ideologiyaya səsləyirsən və sənin səslədiklərin yaşam üçündür, yaşatmaq üçündür. Sizin haqqınızda araşdırma aparanda burada çox maraqlı bir faktla rastlaşdım. Demək, UNICEF-lə Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşlığı edən zaman Ruandada qaçqın şəhərciklərində şəkillər çəkməyə başlamışsınız və bu şəkillər sonra qarışıq düşən uşaqla valideynlərin bir-biri ilə tapılmasına səbəb olubdur. Nə qədər gözəl bir missiyadır. Yəni, itkin düşənlər məhz bu şəkillər vasitəsilə bir-birini tapıb. Və bax, bu hadisəni istərdim, bu hadisədən və sizin yadda qalan, heç bir zaman unutmadığınız, hər zaman sizin qəlbinizə titrədən daha hansı hadisələr var ki, o insanlıq hekayəsidir və sizin fotolarınız vasitəsilə onlar bu mutluluğu tapıblar. Demək olar ki, mən elə memarlığı ki, qutardım, memar kimi işləyirdim, sonra deyirdim, yox, mən fotoqraf. Bilirəm ki, missiyam fotoqrafdır və bu cür fotoqrafda. Çünki memarlığı buraxandan sonra ki, geçdim bu işlərə, İran inqilabı idi, sonra İranın özündə bu neçə müharibə oldu, onların hamısını İran-İraq müharibəsi və çıxdım Əfqanistana müharibəsini çəkməyə. Bir mövzu mənə çox maraqlı gəldi. Dedim ki, bu insanlar ki, özləri bu mövzuda indi müharibədədirlər, yaşayırlar, bu qaçqınların düşərgələrində yaşayırlar. Bunlar niyə foto çəkməsinlər? Mən gəlib bunların, belə demək olar, yaşayışını dünyaya göstərirəm. Bunlar da özlərini göstərsinlər. O vaxtdan mən başladım paralel başqa bir iş görməyə və o cür yerlərdə, müharibədə düşərgən bu qaçqınlara ya özlərinə, ya uşaqlarına foto dərs gətirmək, aparat aparmaq, onları öyrətmək, qadınları jurnalist kimi öyrətmək ki, siz də müharibədəsiniz, qadınsınız, gəlin siz də foto çəkin, video çəkin, sözlərinizi dünyaya çatdırın. Yəni, o vaxtdan mən gördüm ki, foto eləyə bilər, çox mövzuları həll eləsin, insanların yardım olsun, kömək eləsin. Bir dəfə də bu Ruanda-Burandada orada çox bir genosayd olmuşdu. 800 min nəfər 6 ayda ölündü. Görün. Çox o vaxtlar mənim yadıma hələ də heç vaxt yadımdan çıxmır. Nə o ki görmüşəm, nə o nə demək olar, səslər, hamısı yadımda. 800 min nəfər adamı özü də belə qamə ilə vurub öldürürlər. Və siz o hadisənin şahidisiniz. Orada görmüşəm. Ondan sonra 2 milyon adam qaçqın oldu. Və bu qaçqınlar da qaçanda, bilirsiniz, orada kətlərdə, Afrikada insanlar, çoxları da 5, 6, 10 uşaqları vardı. Bunları hamısını bir yerdə piyada qaçırlar. Burada çaydan geçməlidirlər, dağdan aşmalıdırlar. Bir-birlərini itirmişdilər. Və UNICEF və Qırmızı Xaç bunları düşərgədə yığandan sonra 12 min genç uşaqlar heç kəs bilmirdi ata-analar hardadılar.
Bu da o vaxt sosial media yox, başqa bir zət yoxdur da belə bir zət. Və o bir mövzudur ki, onlar mənə dedilər, gəlin bizə yardım edin ki, bu uşaqların fotonu, bu 12 minlə uşağın fotonu çəkək və bütün bu düşərgələrdə sərgiyə düzəldək. Mən o zaman neçə dana bu qaçqın gənclərini foto öyrətdim. Sonra özüm getdim Parisdən bunlara aparat gətirdim, film gətirdim, öyrətdim ki, nə cür. Çünki bir nəfər adam ki, 12 min nəfəri çəkə bilməz. Bunları öyrətdim əvvəl, aparatı da verdim, filmi başlayın çəkin. Sonra biz onları sərgi elədik. Bütün kəmplərdə, bu düşərgələrdə də. Və ata-analar ki, uşaqlarını itirmişlər, gəlib baxırdı. Birdən deyirdi, bu mənim oğlum, bu mənim qızım, bu mənim, mən bunun əmisiyəm, mən bunun xalasıyam. O vaxtlar inanmırsınız ki, nə qədər adama ürək verirdi ki, 4 ay bu mövzunu eləyəndə 3500 dana uşaq, yəni ata-anaları ilə bir yaş oldu. Görün, bir dana foto sərgisi ilə 3500 uşağı adam ata-analarına çatdıranda nə qədər insana ürək verir, nə qədər fərəh verir bu. Və bu bir nümunədir ki, görmüşəm foto nə qədər indi dünyanın mövzusunda əsər qoyur insanlara, nə qədər foto ilə adam insanlar öyrənirlər. Ona görə mən bütün bu məktəbimi davam aparıram, öyrətcəl. 1000-dən çox mənim şahidім olub dünyanın hər yerində. Şahidlərim elə mükafatlar alıblar ki, mən özüm də hələ o mükafatı almamışam. Amma eşidəndə ki, şahidім alıbdı, elə bir ki, mən özüm almışam. Əlbəttə. Siz Azərbaycanda da çox sərgilər keçirdiniz. Elə bu ildə keçirdiyiniz sərgi, yenicə sərgini keçirdiniz. Dünyanın bir sıra ölkələrində sərgilər keçirmisiniz. Bax, tələbələrinizdən danışırsınız. Övladlarınızdan sizin işinizi davam etdirən olubmu? Varmı? 2 övladım vardı. Bir oğlandı, 34 yaşında, bir qızım 27 yaşında. Onlar, mən uşaqlıqdan həmişə deyirdim ki, öz yolunuzu tapın. Mən öz yolumu gedirəm. Anaları da yazıcıdır, fransız yazıcıdır. İndi onlar həm ikisi də incəsənətə çox belə maraqları vardı. Biri sinemada tərəfindən, biri Louvre müzəsindən dərs oxuyubdu, incəsənət tarixi. Yəni, bütün incəsənətdədirlər. Amma gəlib fotoqraf olmaq yox. Yəni, dedim, nəyə xoşsuz ona gedin. Mən elə fikir edirəm ki, uşaqlar özləri gələ, hər uşaq gələ öz yolunu tapsın. Nə xoşdur, onu geçsin. Deməsin ki, mən atam fotoqraf oldu, mən də gedim fotoqraf olum. Bəlkə yaxçı musiqi olacaqdır. Doğrudur. Yaxçı injinier ola bilər. Yəni, hər insanın özündə bir zat vardır. Amma deyirəm, foto da çəkəndə mən baxıram, deyirəm, yaxçı fotoqraf kimi çəkirlər, amma fotoqraf peşəsi deyirlər. Hələ öz işlərindədir. Ne gözəl. Rıza bəy, gələk sərgilərə. Sizin indi keçirdiyiniz sərginin mahiyyəti nədir? Artıq siz Qalib Azərbaycanın torpaqlarına ayaq basırsınız və siz artıq Qalib Azərbaycan məkanında bir sərgi keçirirsiniz. Nə sərgi idi axırıncı sərginiz? Elə axırıncı, yəni hətta indidə sərgi. Mən 300-dən çox dünyada sərgi qoymuşam və birinci fotoqraflardanam, bəlkə də birinci dünyadakı memar olmağıma görə başlamışam küçələrdə, binaların üstündə sərgi yaratmağa. 30 ildən çox bundandır. Hər yerdə, dünyanın hər yerində. Burada da neçə dənə sərgim olmuşdu. Biri var idi 2018-də Heydər Əliyev Mərkəzinin parkında qoymuşdum, onu böyük dizayn eləmişdim. Çox neçə il qaldı gördülər. Landmarkda sərgim vardı. Amma ən yeni yaxçısı və çox özümə doğrudan önəmli olan, belə deyim də, indiki sərgimdir. Bu hava limanında. Mən
45 ildir hər il 9 ay səfərdə oluram. Hər il 45 il. Bu yəni nə? İlin 9 ay səfərdə olursunuz. Səfərdə oluram mən. 3 ay evdə. O 3 ay da elə yəni bir dəfəlik deyil. Bir dəfə gəlirəm 2 gün olur, bir dəfə 5 gün olur, bir dəfə 1 həftə. Bunları yığanda bir-birinə olur 2 ay, 3 ay belə bizə. Amma ona görə mən hava limanlarında evimdən çox elə hava limanında olmuşam. Həmişə də bu hava limanları olanda görürdüm insanlar gəlirlər, otururlar saatlarla. Heç zət yoxdur. Biri belə otururlar, bir duty free shopdur, bazar kimi də. Bəli. Kommersdən başqa heç zət yox. Bəli də, duty free-ni gəzir hamı. Hamı. Hey deyərdim Allah, necə olardı? Bu hava limanları hər məmləkətin müzəsi olaydı. Necə olardı ki, hava limanlarda o insanlar gələndə o məmləkətin gözəlliyini, təbiətini, mədəniyyətini öyrənsinlər. Və axırda oldu indiki sərgi bu Azaldi və Heydər Əliyev hava limanı və Boeing şirkəti üçü bir yerdə bunlar mənim sözümü qəbul elədilər ki, belə bir sərgi olsun və Azərbaycanın nə qədər gözəl şəkilləri, insanlarını, portrelerini, demək olar, binalarını, bu UNESCO daxil olan binalar Azərbaycanda, bunların hamısını böyük 2 metr 50 eni və 2 metr uzunluğu, 40 dənə bunlardan özü də içəridən də işıq yanır. Yəni belə bizət düzəltmişəm. Adı da Yüksələn İşıq. Ne gözəl. Yəni doğrudan Azərbaycan indi mənə belə yüksələn işıqdır. Baxanda bu acılıqdan çıxıbdı, torpaqlarını alıbdı. Bəli. Orada binalar tikilir, insanlar qayıdırlar, böyük qayıdış. Yəni bunu mən hətta ömrümdə görmək mənə ən yaxşı fəxr ömrümdə bu oldu ki, bu zamanı gördüm mən. Ki heç vaxt bir məmləkəti işğal olan işğal altında qalmayacaq. Həmişə hər nə oldu. Yenə gəlirik haqq ədalətə. Yenə gəlirik ədalətə və yenə gəlirik zamanın verdiyi cavaba. Bax, yenə də biz haqq ədalət deyəndə sizin o gözləriniz də olur. O gözəl, dünyanı gözəl görmək istəyən gözləriniz də olur. Bax, o gözləriniz var olsun, qəlbiniz var olsun. Hər zaman ucalanlardan, hər zaman yüksələnlərdən olaq. Haqq ədalət bizim tərəfimizdədir. Çünki göylərə çox dualar getdi. O göylərdə çox ah-nalələr eşitdi. O göylər çox ciddi şəkildə hər bir kəs öz həyatında onu gördü. Yəni onun o yaşantılarını yaşadı. Buna görə biz bugün yüksələn işıq olmalıyıq ki, yüksələn də işığıq. Sizə təşəkkür edirəm, çox sağ olun. Və baxın, içirsiniz əlinizdə çay, çox dadlıdır deyirsiniz, bəyənirsiniz. Doğrudan dadlı çaydır. Mən çayçıyam, hər yerə də gedərəm çay içərəm, amma bu mənə doğrudan maraqlı çay oldu. Nə gözəl. Biz də sizə bax bu çaylardan hədiyyə eləyirik, Reza bəy. Nə gözəl. Aparın bunu ta Fransaya. Aparın xanımınız. Mütləq aparacağım. Bax, burada müxtəlif növləri var. Vaxtınız olmasa... Hacı Selam. Bəli, paket çayı var, yaşıl çay var. Yaşıl da çox içərəm mən. Bəli. Sonra iri yarpaqlı, xırda yarpaqlı, ətirli, ətirsiz hər şey var burada. Çox gözəl, əladır. Sağ olasınız. Siz sağ olun, var olasınız. Bu mənə elə bir neçə ay çayım oldu da bildirdi. Bitəndə yenə var. Bitəndə yenə də var. Mütləq əlaqə saxlayın. Siz Azərbaycana həm də ağız dadınızı axtarmağa gəlirsiniz və bu çaylar sizin üçün ərmağandır. Var olasınız. Bitəndə gəlib istəyəcəm. Mütləq. Bitəndə bir telefon qədər yaxınıq sizə. Təşəkkür edirəm. Çox sağ olun, var olasınız.
Hər birinizin əziz tamaşaçılarımız, əziz bizi izləyənlər, hər birinizin üzünüzdən, gözünüzdən işıq əskiyi olmasın. Gözləriniz gözəllik görsün, gözləriniz həyat eşqi görsün, gözləriniz ətrafınızda doğmalarınızı görsün, gözləriniz sevgi görsün və bu zaman dünya gözəlləşir və gözləriniz sevincdən kövrəlsin. Görüşmək ümidi ilə Allah amanında. Verilişin baş sponsoru Hacı Ceylon çayları.